Sayğılı həmvətənlər, salam, hər vaxtınız xeyir olsun. Canlı verilişimiz efirdədir və bu günləri biz verilişimiz 3 qismətdən ibarət olacaq. Birincisi, Azərbaycan Naminə İctimai Mərkəzinin prezidenti politoloq Sayın Eldar bəy Namazov ki, Azərbaycandakı siyasi ictimai durum və eləcə də İranla bağlı bir neçə suallar təqdim edəcəyik. Və verilişimizin ikinci qisməti cari məsələlərdən ibarət olacaq. Yenə də İrandakı baş vermiş olaylar, xüsusilə də iqtisadi böhran haqqında və verilişimizin üçüncü qisməti isə telefonlarımız açıq olacaq həmvətənlərimiz üçün ki, onlardan eşidək. İndi isə Bakıdan telefon xəttimizdə Azərbaycan Naminə İctimai Mərkəzinin prezidenti politoloq Sayın Eldar bəy Namazov. Eldar bəy, sizi çox xoş gördük və mən təşəkkür edirəm ki, bizim dəvəti qəbul elədiniz. Bir daha da yeni il münasibəti ilə Dünya Azərbaycanlılarına Həmrəylik Günü münasibəti ilə sizi təbrik edirik. Məmnuniyyətlə biz sizdən eşitmək istərdik. 2011-ci il Azərbaycanda siyasi ictimai durum necə idi, necə keçdi? Yəni bu, istər Azərbaycan öz daxili məsələsi, siyasi, yəni xarici siyasəti, Azərbaycanda olan müxalifətin durumu, müxalifət, hakimiyyət münasibətləri, yəni ümumi bir mənzərə. İlk öncə istərdik ki, elə buradan sizin fikrinizi öyrənək. Buyurun, mən məmnuniyyətlə söz sizə verirəm. Çox sağ olun, əzizim. Mən də ilk növbədə sizi və bizi qulaq asan bütün bizim dünya Azərbaycanlıların hamısını bu bayramlar münasibətilə təbrik etmək istəyirəm. Bu verilişə dəvət etdiyinizə görə də sizə təşəkkür edirəm. Bu 2013-cü il bizim ürəyimizdə, bütün dünya Azərbaycanlıların ürəyində olan arzuların hamısı həyata keçsin. O üçün qaldı sizin sualınıza, 2011-ci il Azərbaycan üçün çox mürəkkəb bir il oldu. Təəssüflər olsun üçün bu ilin nəticələrini biz təhlil edəndə, bu ilin nəticələri haqqında danışanda daha çox burada bizim narahat edən problemlərdən danışmalı olacağıq. Bəli. Bu ildə uğurlarımız o qədər də çox olmadı. Bəli, bəzi uğurlardan da danışmaq olar. Misal üçün, Azərbaycan Avrovision Avropada musiqi müsahibəsində qalib gəldi və indi gələn il bu Avrovision musiqi festivalı Azərbaycanda keçiriləcək. Bu çox yaxşı bir haldır. Bizim idmançılarımız müxtəlif şahmat sahəsində, voleybolçularımız müəyyən bir uğurlar qazanıblar. Ancaq belə uğurlar tək-tük oldu. Əsasən köklü problemlər, Azərbaycan cəmiyyətini narahat edən problemlər təəssüflər olsun üçün öz həllini tapmadı. Əksinə bir çox sahələrdə bizdə vəziyyət daha da gərginləşdi. Və iş növbədə mən başlamaq istəyirəm hamımızı narahat edən Qarabağ məsələsindən. 2011-ci ildə artıq aydın bəlli oldu ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda heç bir uğur əldə etmək mümkün deyil. Həmsədr ölkələr işğalçı dövlətə, Ermənistana heç bir təzyiq göstərmir və bundan istifadə edər Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə davam etdirir və Minsk qrupunun təklif elədiyi kompromislərə getmir. Bu, əvvəlki illərdə bu hələ bəzilərində bir ümid var idi ki, 2011-ci ildə Minsk qrupu çərçivəsində hansısa bir razılıq sənədi əldə oluna bilər. Bununla bağlı Rusiya prezidenti silsilə bir görüşlər təşkil edirdi. Ancaq məhz 2011-ci ilin içində bəlli oldu ki, artıq bu danışıqlardan bir şey gözləmək olmaz və bu danışıqlar çərçivəsində Minsk qrupunun apardığı siyasət çərçivəsində biz sülh yolundan torpaqlarımızı qaytara bilməyəcəyik. Bu, mən hesab edirəm ki, 2011-ci ilin ən bizim üçün xoşagəlməz nəticələrindən biridir. Bundan başqa 2011-ci ildə təəssüflər olsun ki, ölkənin daxilində bir iqtidar müxalifət arasında bir diyaloqun başlanması, bir hansısa bir milli birliyə nail olmasıyla bağlı cəhdlər oldu, heç biri nəticə vermədi. Əksinə, Azərbaycanda müxalifətə qarşı təzyiqlər daha da gücləndirildi. Artıq Azərbaycanda 40-dan çox siyasi məhbus var. Bəzi siyahılarda bunu 60 deyirlər. Yəni, aprel ayında, yay aylarında çoxsaylı partiya fəalları,
gənclər təşkilatlarının fəalları həbs olundular. İndi onlar dünyada vicdan məhbusu kimi, siyasi məhbus kimi qəbul olunurlar. Bu mənada iqtidar müxalifət münasibətləri də yaxşılaşmağın əvəzinə daha da gərginləşdi. Cəmiyyəti narahat edən bir çox problemlər var. O sahələrdə də heç bir əlləyiş olmadı. Korrupsiya Azərbaycanda çox güclüdür, başalıb gedir. Məhkəmələr müstəqil deyirlər. Sıravi vətəndaşlar çox böyük əziyyət çəkirlər. Onların işi məhkəməyə düşəndə adətən məhkəmələr bir qayda olaraq dövlət məmurlarının xeyrinə qərarlar çıxardırlar və insanların hüquqları pozulur və s. Bu sahələrdə də təsvirlər olsun üçün Azərbaycanın daxilində biz arzuladığımız, istədiyimiz bir müsbət bir addımlar olmadı. Bu ildə çox maraqlı ola bilsin, bunu müsbət yəqin ki adlandırmaq lazımdır. Müsbət hadisə o olduğu üçün Azərbaycan ziyalıları bir təşkilatlandı, bir ziyalı forumu yaradıldı. O forumun başında bizim görkəmli alimlərimiz, incəsənət xadimlərimiz dayanır və həmin forum məşhur kinodramaturq, Oscar mükafatı laureatı Rüstəm bəy İbrahimbəyevin sədrliyi altında ictimaiyyətə çox ciddi bir rezonans doğuran bir müzakirələr apardı. Azərbaycan hakimiyyətinə siyasi məhbuslarla bağlı müraciət elədi. Azərbaycanda demokratik islahatların keçirilməsinə bağlı müraciətlər oldu. Adətən bunu siyasi partiyalar edirdilər. Adətən bunu müxalifət edirdi. Ancaq bu dəfə Azərbaycanın ən görkəmli ziyalıları, xalq şairləri, xalq yazıçıları, akademikləri birləşib bir forumda öz səylərini birləşdirib bu çağırışlarla, bu tələblərlə Azərbaycan hakimiyyətinə müraciət etdilər. Ancaq ən çox ola bilsin ki, maraqlı hadisələr biraz Azərbaycandan kənarda baş verdi. Bu ilin başlanğıcında Ərəb dünyasında bu Ərəb baharı başladı. Bir çoxları fikirləşirdilər ki, bu təsadüfi bir haldır və bizim bölgəyə heç bir təsiri olmayacaq. Ancaq ilin sonuna Rusiyada oxşar proseslər başladı. İlk dəfə olaraq Putin hakimiyyəti dövründə artıq 100 minlərlə insanlar Moskvada etiraz mitinqlərinə çıxırlar. Onlar Rusiyada demokratik islahatları tələb edirlər. Onlar Rusiyada azad və ədalətli seçkiləri tələb edirlər. Bununla yanaşı Qazaxstanda insanlar etiraz mitinqlərinə başladılar və müxtəlif şəhərlərdə polislə toqquşmalar oldu. Bu da uzun illərdə ilk dəfə idi ki, belə zahirən stabil görünən Qazaxstanda böyük neft gəlirləri olan bir ölkədə insanlar belə bir etiraz aksiyalarına başladı. Hiss olunur ki, bu Azərbaycanın ətrafında baş verən hadisələr də, Azərbaycanın daxilində də baş verən hadisələr onu göstərir ki, bu vəziyyətdən bir çıxış yolu tapılmalıdır. Və bunun da çıxış yolu odur ki, Azərbaycana bir demokratik islahatlar aparmaq lazımdır. Azərbaycanda milli birliyə nail olmaq lazımdır. Hər kəsin hüquqları tanınmalıdır. Korrupsiya qarşı mübarizə aparılmalıdır. Sosial ədalət təmin olunmalıdır. Və bu ilin 2011-ci ilin yekunu kimi mən onu deyə bilərəm ki, Azərbaycan cəmiyyəti bu elə bil ki, artıq bu dəyişiklərə hazırdır. Bu cəmiyyətdə böyük bir gözlənti var, böyük bir ümidlər var ki, 2013-cü ildə Azərbaycanın daxilində demokratiya doğru, milli birliyə doğru, sosial ədalətə doğru müəyyən bir addımlar atılmalıdır. Bəli. Sayın Eldar bəy, siz qeyd elədiniz ki, yəni 2011-ci ildə önəmli hadisələrdən biri ziyalıların təşkilatlanması, bir araya gəlməsi. Hədəf nədir? Yəni bu ziyalılar hansı zərurətdən bu doğdu və yəni perspektivdə nələr gözlənilir? Adətən ziyalılar əgər ölkədə bir sabit inkişaf varsa, əgər ölkə normal inkişaf edirsə, ziyalılar adətən ictimai siyasi proseslərə qatılmırlar. Ancaq ölkədə problemlər həllini tapmırsa, ölkənin daxilində gərginlik artırsa, ölkənin daxilində insanların narazılığı artırsa, onda əsl ziyalı
gərək öz mövqeyini bildirsən. Fərqi yoxdur. Qoy o şair olsun, qoy o yazıcı olsun, ya da kinematografiya ilə məşğul olsun, ya da alim olsun. Əgər sənin xalqında böyük bir narazılıq var, sənin xalqın əziyyət çəkir hansısa bir problemlərdən və o problemlər həll olunmur, əksinə daha da şişir, böyüyür, onda hər bir əsl ziyalı gərək belə bir məqamda gərək öz mövqeyini ortalığa qoysun. Bu mənada Azərbaycanın ən görkəmli ziyalıları, mən onların adlarını çəkə bilərəm. O artıq mən dedim ki, bu ziyalar forması sədrlik eləyən dünya şöhrətli bizim kino ustamızdır. Oskar mükafatı laureatı Rüstəm bəy İbrahimbəyovdur. Orada bizim xalq şairimiz Ramiz Rövşən, xalq yazıçımız Əkrəm Əlisli, akademik Rafiq Əliyev, görkəmli bizim tarixçimiz Cəmil Həsənli və digər tanınmış, onlarla tanınmış insanlar, akademiklər, xalq artistləri və s. onlar birləşiblər və artıq bu son bir ildə Ziyalılar Forumunun 5 böyük bir toplantısı keçirilib. Hər bir toplantısına jurnalistlər dəvətli idilər və böyük cəmiyyətə bir rezonans doğuran bir məsələlər onlarda həmin toplantılarda qaldırılıb. Əsas məqsəd də odur ki, Azərbaycanda bu ictimai rəyi formalaşdırmaq. Azərbaycan cəmiyyətində mövcud olan müəyyən bir inamsızlıq sindromu var. Azərbaycan cəmiyyətində müəyyən bir apatiya var ki, bu cəmiyyət elə bil ki, kənardan baxanda ölü cəmiyyət elə bil ki, heç nəyə reaksiya vermir, heç bir haqsızlığa təpki göstərmir. Bax, bu xoşa gəlməz bir halı dəyişmək üçün Azərbaycanın ən görkəmli ziyalıları bir araya gəliblər və mən hiss elədim, aydan aya bu Ziyalılar Forumu tədbirləri keçirə-keçirə artıq Azərbaycanda yeni bir ictimai rəy formalaşmağa başladı. Və noyabr ayında Azərbaycan hakimiyyəti təsdiqlər olsun ki, Ziyalılar Foruma çox kəskin bir hücumlara başladı. Rafiq Əliyev akademikimiz, dünya şöhrətli alimimiz o çalışdığı institutdan, yaratdığı kafedran rəhbərlikdən uzaqlaşdırdılar onu. Rafiq Əliyev də Lütfizadənin bu nəzəriyyəsinin davamçısıdır və məşhur bizim dünya şöhrətli alimimiz Lütfizadə bununla bağlı bir müraciət elədi Azərbaycan hakimiyyətinə. Dedi ki, Rafiq Əliyev Nobel mükafatına layiq olacaq. Mən buna əminəm. Belə bir dünya şöhrətli alimi işindən uzaqlaşdırmaq, onun fikrinə görə, onun vətəndaş mövqeyinə görə onunla belə bir təzyiqlər etmək bu yol verilməzdir. Və həmin dövrdə noyabr ayında biz gördük ki, Azərbaycan cəmiyyəti nə qədər böyük dəstək verdi ziyalılara. Siyasi partiyalarda, azad mətbuatda, hətta gənclər təşkilatları Bakı şəhərində kütləvi aksiyalar keçirdilər ziyalıların müdafiəsindən bağlı. Və bu Azərbaycanın daxilində artıq elə bir ki, hansısa bir yeni bir nəfəs gətirdi, yeni bir situasiya yaratdı bu Ziyalılar Forumu. Bəli. Və mən istərdim ki, Sayın Eldar bəy, Azərbaycan Cumhurbaşqanı Sayın İlham Əliyevin korrupsiya ilə mübarizə haqqında bir qərar qəbul etdi və bir müddətdə bu cəmiyyətdə ciddi bir rezonansa səbəb oldu. Onun nəticələri ortada varmı? Təxminən necə oldu? Yəni bu davam edirmi bu mübarizə, yəni korrupsiyaya qarşı mübarizə, yoxsa elə sözdə, yəni kağız üzərində qaldı və elə cəmiyyətdə və dövlət səviyyəsində, hakimiyyət səviyyəsində bu rüşvətxorluq davam etməkdədir. Nə düşünürsünüz? Bu Azərbaycan Prezidenti İlham Əliyevin bu çağırışı olduğu ilin əvvəllərində, keçən ilin əvvəllərində, ötən ilin əvvəllərində və onda da artıq bu siyasi şərhçilər müxtəlif rəylər söylüyürdülər. Bəziləri buna şübhə ilə yanaşırdılar ki, məhz Misirdə və Tunisdə hadisələr baş verəndən sonra hakimiyyət belə bir təbliğata başlayırsa korrupsiya qarşı, bu yəqin müəyyən bir görüntü xarakterli bir addımdır. Bu, yalnız bu Misir-Tunis hadisələrinin Azərbaycanda təkrarlanmasından ehtiyat edən bu siyasi dairələr belə bir kampaniyanı başlayırlar və bunun arxasında heç bir ciddi addım olmayacaq. Mən çox təəssüf edirəm ki, belə bir şübhələr sonra özünü doğrultdu. Ona görə ki, demək olar ki, bu kampaniya qısa bir müddətdə artıq demək olar ki, artıq
artıq o kampaniyanın özü də aparılmır və hansısa bir ciddi bir addımlar, hansısa bir rüşvətxor məmurlarla bağlı hansısa bir tədbirlər görülmür və artıq Azərbaycan cəmiyyətində artıq 2011-ci ilin ikinci yarısında bir mənalı olaraq belə bir rəy formalaşdı ki, bu bəyanatların arxasında heç bir real iş yoxdur. Bu çox təəssüf edici bir haldır. Ona görə ki, Azərbaycanda korrupsiya bu çox böyük bir bəladır. O korrupsiya təkcə iqtisadiyyatımızı dağıtmır, təkcə iqtisadi inkişafın qarşısını almır. Eyni zamanda Azərbaycan cəmiyyətinin əxlaqına, Azərbaycan cəmiyyətinin mənəviyyatına çox böyük zərbədir. Ona görə ki, rüşvətxorluq Azərbaycanda artıq gizlədilmir. Məktəblərdə də bu rüşvətxorluq var, uşaq bağçalarında da var, institutlarda da var, hər bir dövlət müəssisəsində də var və insanlar görəndə bunun üçün buna qarşı heç bir mübarizə aparılmır və korrupsiya, rüşvətxorluq artıq Azərbaycanda dövlət siyasətinin bir elementinə, dövlət siyasətinin bir içində olan bir amilə çevrilib. Onda təbii ki, bu cəmiyyətdə axı cəmiyyətin mənəviyyatdan da böyük zərbə dəyər. Bu iqtisadiyyatdan başqa, bu sosial məsələlərdən başqa, Azərbaycan cəmiyyətinin mənəviyyatına da bu çox böyük zərbədir və çox təəssüflər olsun ki, hələlik bu bəlaya qarşı, bu böyük bir problemə qarşı heç bir ciddi tədbir görülmür. Aydındır. Və Sayın Eldar bəy, 2012-ci ildəyik, yəni ilk günləridir. Çoxlu siyasilər, siyasi təhlilçilər proqnoz qoyurlar ki, qanlı qadalı bir il olmalıdır. Ölkələrdə, bir neçə ölkələrdə dəyişikliklər baş verməlidir. Azərbaycanı necə görürsünüz? Azərbaycanın durumu, Azərbaycanı nə gözləyir 2012-ci ildə? Mən çox narahatam. Bir Azərbaycanlı kimi, bu bir ölkənin vətəndaşı kimi çox narahatam bu proseslərin gedişatından. Həm ölkənin daxilində gedən proseslər məni çox narahat edir. Eyni zamanda bizim ətrafımızda da elə proseslər baş verir. Yəni əsas o narahatçılıq nədədir? Sizi narahat edən nədir? Ölkənin daxilində əgər islahatlar aparılmırsa, əgər bu sosial ədalət hər addımda pozulursa və insanlarda bu narazılıq güclənən xəttlə artırsa, nə vaxtsa bu hansısa bir sosial partlayışa gətirib çıxarda bilər. Artıq biz bunu bir lokal bir hansısa bir regionlarda bu baş verir. Biz hər həftə nəsə eşidirik, hansısa bir rayonda insanlar çıxıblar, yolları bağlayıblar, polis tökülüb onlarla, polislə toqquşmalar baş verir. Bu rayonlarda olur, bu kəndlərdə olur, bu narazılıq artan xəttlə gedir və nə vaxtsa bu islahatlar aparılmayacaqsa, bu insanların narazılığının deməli bu aradan qaldırmağa hökumət addımlar atmayacaqsa, bu nə vaxtsa hansısa bir sosial partlayışla yekunlaşa bilər. Onu da heç kim proqnoz verə bilməz. Heç kim gözləmirdi ki, bu ay, bu il, misal üçün Misirdə nəsə baş verəcək, Tunisdə baş verəcək ya da Rusiyada qəflətən indi bax bu mitinqlər başladı. 10 ildir Rusiyada mitinqlərə 500-600 adam çıxa bilmirdi, çıxmırdılar. İndi isə birdən 120 min adam mitinqlərə Moskvada çıxmağa başladı. Ona görə də belə bir onun gününü, tarixini demək çox çətindir. Bu 2012-də də ola bilər, 2013-də də ola bilər. Ancaq artıq bəllidir ki, bu sosial narazılıq çox böyükdür və bunun əgər bunu aradan götürmək üçün hökumət islahatları aparmayacaqsa, geci-tezi belə bir sosial partlayış olacaq. Bununla yanaşı, Azərbaycanın ətrafında da çox ciddi proseslər gedir. Azərbaycanın xarici siyasətindən bağlı da çox böyük təhlükələr var. Bizim elə qonşuluğumuzda bir tərəfdən Rusiyada sabitlik pozula bilər. Artıq Rusiyanın baş naziri Putin də yeni illə bağlı öz çıxışında qeyd elədi ki, Rusiyanı sirkələyir və Rusiyada sabitlik pozula bilər. Ona görə ki, artıq bunu gizlətmək mümkün deyil ki, 100 minlərlə insanlar artıq Rusiyada etiraz mitinglərinə başlayırlar. İranla bağlı çox ciddi problemlər var. Bu son günlərdə də bu problemlər daha da kəskinləşdi. İran meydan oxuyur indi Avropaya da, Amerikaya da, artıq orada hərbiçilərin bəyanatları səslənir hər iki tərəfdən. Ona görə də həm Azərbaycanın daxilində gedən proseslər məni narahat edir, həm də Azərbaycan ətrafında da kifayət qədər
böyük bir beynəlxalq təhlükələr var. Onlar da Azərbaycana təsir edə bilərlər. Ona görə də 2013-cü il mən Allah qorusun bizim millətimizi, bizim dövlətimizi. Biz hamımız çox ayıq olmalıyıq. Azərbaycanın ictimaiyyəti, Azərbaycanın ziyalıları, Azərbaycanın səsçiləri gərək belə bir çətin ildə gərək yəqin ki, bizə bir daxildə bir konsensus lazımdır, bir birlik lazımdır ki, həm ölkənin daxilində olan məsələləri biz vaxtında həll edək. Eyni zamanda xaricdən Azərbaycana qarşı olan təhlükələrin də qarşısını ala bilək. Bəli. Sayın Eldar bəy, 2011-ci ildəki İran və Azərbaycan münasibətlərində ən mühüm hadisələrdən biri Azərbaycanın siyasi-ictimai şöbənin müdiri Sayın Əli bəy Həsənovun İrana səfəri və geri qayıtdıqdan həman sonra İranın Azərbaycandakı mətbuat, radio, televizyon nümayəndəsinin bu ölkədən qovulması o sübut elədi ki, heç də hər iki tərəfin rəsmilərinin zahirdə açıqladıqları ki, biz qardaş ölkəyik, qardaş münasibətlərimiz var. Yəni bunun əksini göstərdi və sübut elədi ki, elə də deyil. Sizcə 2012-ci ildə, yəni bu ildə İran-Azərbaycan münasibətləri hansı müstəvidə cərəyan edəcək? Təəssüflər olsun ki, bizim istəyimizdən asılı olmayaraq bu münasibətlər çox gərgin olaraq qalır və 2013-cü ildə mən həm İran-Azərbaycan münasibətlərinin hansısa bir gərgin keçəcəyini düşünürəm. Yəni 2012, bəli. Və 2012-də gərgin keçəcəyini mən gözləyirəm. Eyni zamanda İran ətrafında gedən o beynəlxalq qüvvələrin iştirakı ilə olan proseslər də çox ciddi bir nəticələrə gətirib çıxarda bilər. Ona görə ki, artıq bu İranın nüvə silahının proqramı ilə bağlı narahatçılıq dünyada o həddə çatıb ki, artıq hansısa bir güc tətbiq etməklə həmin o proqramı dayandırmaq haqqında həm Avropadan, həm Amerikadan, həm başqa ölkələrdən müxtəlif bəyanatlar səsləndirilir və son günlərdə də Avropa Birliyini də bu yanvar ayının içərisində İrana qarşı müəyyən bir sanksiyaların, daha da sərt sanksiyaların qəbul olunması gözlənilir. O üçün qaldı Azərbaycan-İran münasibətlərinə. Bilirsiniz, mən İran deyəndə ilk növbədə ölkəni nəzərdə tutmuram. Ölkə olaraq biz həqiqətən də min illərlə qonşuyuq, min illərlə tarixi tellərlə bağlı bir ölkələri, ancaq söhbət siyasi rejimdən gedir. Onların apardığı siyasətdən gedir. O siyasət bizi narahat edir. Həm İranda yaşayan bizim həmvətənlərimizin, bizim Azərbaycanlıların durumu bizi narahat edir. Onların hüquqların pozulması bizi narahat edir. Eyni zamanda İranın apardığı, İran rejiminin apardığı xarici siyasət bu həm Azərbaycan üçün müəyyən bir təhlükələr yaradır, eyni zamanda bölgə üçün təhlükələr yaradır. Elə götürək bizim ən ağırlı problemimizi Qarabağ məsələsini. Ermənistan gizlətmir ki, İran rejiminin dəstəyi olmasaydı, Ermənistan heç vaxt bizim torpaqlarımızı işğal edə bilməzdi. Ermənistanın ən çətin dövrlərində bizlə müharibə apara-apara, onlar məhz İran rejiminin iqtisadi dəstəyi ilə öz iqtisadiyyatını qoruyub saxlaya bildilər. Vaxtilə Levon Petrosyanın, Ermənistan prezidentinin məşhur bəyanatı var idi ki, İranla bizim sərhədimiz bağlansa, Ermənistan iqtisadiyyatı bir aya dağılacaq. Belə bir vəziyyətdə Türkiyə, misal üçün, Azərbaycanın torpaqları işğal olunanda bir Ermənistanla bütün sərhədləri bağladı və embargo qoydu Ermənistanla bütün əlaqələrinə. Ancaq İran rejimi təsviflər olsun üçün həmin dövrdə Ermənistan rejiminə çox böyük dəstək verdi. Ermənistanın iqtisadiyyatının dağılmaması üçün Ermənistana dəstək verdi, imkanlar yaratdı. Ermənistan da bir işğalçı ölkə olaraq bu dəstəkdən istifadə edib Azərbaycanın torpaqlarını bu günə kimi işğal edir. Ona görə də Azərbaycan-İran münasibətlərində
belə bir ikitirəlik var. Biz çox istəyirik ki, bu münasibətlər yaxşı olsun. Biz heç vaxt istəmərik ki, belə bir qonşu ilə bizim münasibətlərimiz gərgin olsun. Ancaq bunun üçün gərək başqa siyasət aparıla. Azərbaycana qarşı və orada yaşayan Azərbaycanlılara qarşı, Azəri türklərinə qarşı siyasət dəyişməlidir. Müstəqil Azərbaycan dövlətinə qarşı siyasət dəyişməlidir. Çox təəssüflər olsun ki, mən hələlik bu siyasətin dəyişməsi ilə bağlı heç bir, indi necə deyirlər, o mesaj, yəni bir işırtı, heç nə mən hələlik görmürəm. Aydındır və bu arada istərdim ki, İran bilirsiniz ki, dünyanın bir çox ölkələri, özəlliklə qərb ölkələri, başda Amerika olmaqla ağır iqtisadi sanksiyalara məruz qalıb və Rusiyanın da təhlilçiləri artıq son günlərdə öz çıxışlarında açıq şəkildə bunu yazırlar ki, İrana qarşı müharibə qaçırılmazdır. Yəni bu möhrəzdir, mütləq yəni bu həyata keçirtməlidir. Yəni bunu hökmlə və qətiyyətlə təhlilçilər, Rusiyanın ki, mən əlbəttə deyirəm hələ, elan edirlər. Maraqlıdır, yəni sizin fikrinizcə, əgər belə bir İrana qarşı qərb məmləkətləri tərəfindən, elə başda Amerika olmaqla hər hansı bir savaş elan olunsa, Rusiyanın İranı müdafiə etmə durumunda yəni varmı? Belə bir imkanı varmı Rusiya, yəni buna maneçilik törəsin? Son illərdə hiss olunur ki, Rusiya harda anti-qərb bir rejimi varsa onlara dəstək verir. Və ərəb dünyasında bu hadisələr baş verəndə də Rusiya Xarici Siyasət İdarəsi daimi BMT-də mane olurdu Avropaya, Amerikaya hansısa bir qərarlar qəbul etmək, o hadisələrlə bağlı və çalışırdı ki, həmin o diktator rejimlərinə müəyyən bir dəstək versin. Buna baxmayaraq, Misirdə də protestlərin qarşısını almaq mümkün olmadı, Tunisdə də bu mümkün olmadı, Liviyada da mümkün olmadı. İndi Ruslar çalışırlar Suriya rejimini, Bəşər Əsədi müdafiə eləsinlər. Ancaq orada da protestlər elə inkişaf edir ki, o diktator rejiminin də kökməsi artıq gözlənilən bir halda. Yəqin ki, elə 2013-cü ildə biz bunu görəcəyik. Və sözsüz ki, Rusiya çox çalışır ki, İran rejiminə də dəstək versin və İran rejiminə qarşı Avropanın və Amerikanın təklif elədiyi bir çox sanksiyaların BMT-də qərarların qəbul olunmasına Rusiya mane olur. Ancaq Rusiyanın özündə artıq biz qeyd elədik ki, çox ciddi protestlər başladı. Rusiyanın apardığı bu avtoritar siyasətlər qarşı Rusiyanın daxilində böyük narazılıq var. Moskvanın özündə son mitinqə 120 min adam çıxmışdı. Və qabaqdan gələn martın 4-də Rusiyada prezident seçkiləri olacaq və artıq bir çoxları şübhə edirlər ki, bu hakimiyyətin namizədi cənab Putin həmin o seçkilərdə rahat qalib gələ biləcəkmi, yoxsa orada ikinci turun keçirilməsi qaçılmaz olacaq. Bütün bu hallarda Rusiyanın daxilində nə qədər bu Rus cəmiyyəti, Rus ziyalıları, Rus ictimaiyyəti bu avtoritar siyasətə qarşı bu etirazlarını gücləndirəcəklərsə, bir o qədər də Rusiya məcbur olacaq xarici siyasətdə öz ambisiyalarından biraz geri çəkilməyə. Bu mənada mən hesab edirəm ki, bu yaxın aylarda Rusiyada prezident seçkiləri keçirildiyi bir dövrdə Rusiyanın daxilində gedən proseslərdən çox şey asılıdır. Rusiyanın həm Cənubi Qafqaza təsiri, həm Azərbaycana və Gürcüstana qarşı müəyyən bir təzyiqləri, eyni zamanda İran rejimini dəstəkləmək siyasəti indi müəyyən mənada sual altında qalır. O ondan asılı olacaq ki, Rusiyanın özündə proseslər necə gedəcək? Rusiyanın demokratik qüvvələri öz avtoritar hakimiyyətinə qarşı mübarizəsinin nəticəsi nə olacaq? Nə ilə bitəcək bu 4 mart prezident seçkiləri? Bundan asılı olaraq artıq Rusiyanın siyasəti də yenidən baxıla bilər Rusiya siyasətinə. Ancaq bir şey aydındır ki, bu avtoritarlıq, bu avtoritar rejim Rusiyanın özündə də pis vəziyyətdə düşüb. Rusiyanın özündə də böyük narazılıq var. İndi və Rusiyanın başında duran o avtoritar, korrupsiyalaşmış bu liderlər indi daha çox Suriya haqqında yox, İran haqqında yox, öz taleyi haqqında düşünməyə məcburdular. Ona görə də bütün hallarda 2013-cü ildə mən hesab edirəm ki,
Rusiya o qədər də əvvəlki illər kimi regionun işlərinə müdaxilə edə bilməyəcək. Yəqin bu müdaxiləsi xeyli zəifləyəcək. Yəni o zaman hesab edirsiniz ki, əgər hər hansı bir İrana qarşı hərbi müdaxilə olsa, yəni Rusiya buna maneçilik törədə bilməz. Mən belə başa düşdüm. Hərbi müdaxilənin müxtəlif növləri var. Mən güman etmirəm ki, Qərb ölkələri İrana qarşı hansısa böyük miqyaslı bir hərbi əməliyyat keçirsinlər. Necə ki, bu İraqda oldu ya da Əfqanistanda oldu. Ancaq nüvə proqramının dayandırılmasıyla bağlı, nüvə proqramının qarşısının alınmasıyla bağlı çox ciddi tədbirlər görülə bilər. O cümlədən müxtəlif müşahidəçilər qeyd edirlər ki, burada konkret olaraq bu sahədə yaradılan bütün sənaye kompleksləri darmadağın edilə bilər. Eyni zamanda İran körfəzində hərbi toqquşma ehtimalı güclənib. Ona görə ki, İran istəyir o körfəzin çıxışını bağlasın ki, dünyanı şantaj eləsin. Dünya bazarına gələn neftin 40%-i oradan keçir. Buna da qarşı təbii ki, həm Avropanın, həm Amerikanın hərbi donanmaları indi həmin bölgədədir. İran belə bir cəhd eləsə, onlar orada da hərbi toqquşmalar baş verə bilər. Və ən əsası da mən hesab edirəm ki, İranın öz daxilində böyük narazılıq var. Biz son illərdə bunu dəfələrlə görmüşük ki, milyonlarla insanlar etiraz edirlər orada yaranmış bu duruma. Yəqin ki, o daxili amillər də bu 2013-cü ildə böyük rol oynamaya başlayacaq. Aydındır. Sayın Eldar bəy, mən istərdim ki, son sual olaraq Fransada bilirsiniz ki, erməni soyqırımı ilə bağlı bir qanun qəbul edilib, yəni bu təkmilləşməkdədir. Hələlik baxmayaraq ki, Fransanın özünün ziyalılarının bu məsələyə etirazları olsa da, amma fakt budur ki, onlar belə bir qanunun üzərində çalışırlar ki, hər hansı bir erməni, yəni soyqırımını inkar edən, sözdə bu qırımı inkar edənlər cəza tətbiq olunacaq. Azərbaycan, yəni bəzən də mən Türkiyənin də mətbuatına bir göz gəzdirdim. Orada da yazıblar ki, biz bir çox məqamlarda öz qardaşlığımızı, yəni Azərbaycana sübut etmişik. Azərbaycan necə? Yəni Türkiyənin bəkləntiləri var, bəzi şeylər gözləyir ki, Azərbaycan da ciddi addımlar atsın, yəni bunu önləmək üçün Fransaya qarşı. Hər halda biz bilirik ki, Fransa-Azərbaycan münasibətləri o qədər də pis deyil. Yəni yaxından bəzən açıq, bəzən gizli münasibətlər davam etməkdədir. Sizcə, yəni sizin təşkilat və yaxud həman bu ziyalılar təşkilatı, İctimai Palata və digər hər hansı bir Azərbaycan bugünkü hakimiyyətinə təzyiq göstərə bilirsinizmi ki, yəni bu məsələdə Türkiyəni yalnız qoymayasınız, tək qoymayasınız? Sözsüz bu bizim üçün çox vacib bir, önəmli məsələlərdən biridir. Azərbaycan müxalifəti, Azərbaycan ictimai qurumları, Azərbaycan ziyalıları artıq öz kəskin bir mövqelərini ortalığa qoyublar. Şəxsən bu məsələ ilə bağlı mənim münasibətim ondan ibarət olduğu üçün bu hadisə baş versə, Azərbaycan gərək Fransanı ATƏT-in Minsk qrupunda həmsədrlikdən uzaqlaşdırılması haqqında rəsmi məsələ qaldırsın. Belə bir qanun qəbul edən ölkə Ermənistan-Azərbaycan konfliktində bir tərəf ədalətli bir beynəlxalq deməli bir arbitr rolunu, beynəlxalq bir sülhmərəmli bir qüvvə kimi çıxış edə bilməz. Və bunu tələb edir Azərbaycan hökumətindən Azərbaycan cəmiyyəti daha sərt reaksiya qoymaq, daha aydın, açıq, şəffaf bir mövqe ortalığa qoymaq. Bunu millət vəkillərinin bir sıra millət vəkilləri də bu haqda bəyanatlar veriblər və hökuməti bu məsələdə aydın və sərt mövqe ortalığa qoymağa çağırıblar. Təəssüflər olsun üçün hələlik Azərbaycan hakimiyyətinin mövqeyi şəxsən məni qane etmir, bir çoxlarını qane etmir. Ancaq mən əminəm ki, yaxın zamanlarda Azərbaycan cəmiyyətinin bu təzyiqi altında Azərbaycan hökuməti də kifayət qədər
aydın mövqe nümayiş etdirməyə məcbur olacaq. Biz dəfələrlə belə hadisələrin şahidi olmuşuq ki, fərqi yoxdur. Türkiyədə hakimiyyətdə hansı partiyadır, Azərbaycanda kimlərdə hakimiyyətdə. Əgər iki tərəfli münasibətlərə xələl gətirən bir hadisələr baş verirsə, Türkiyə cəmiyyəti Türkiyədə ayağa qalxır, Azərbaycan cəmiyyəti Azərbaycanda ayağa qalxır və siyasətçilər məcbur olurlar. Hakimiyyətdə olan siyasətçilər məcbur olurlar bu cəmiyyətin bu təpkisini nəzərə alsınlar, cəmiyyətin mövqeyini nəzərə alsınlar. Ona görə də mən əminəm ki, Azərbaycan həmişə Türkiyənin yanında olacaq, Türkiyə də həmişə Azərbaycanın yanında olacaq. Eldar bəy, yeri gəlmişkən bu ATƏT-in Minsk qrupu, yəni bu nə məsələdir? Azərbaycan bəyəm 20 ildən çoxdur, yəni başa düşməyib ki, bu Minsk qrupunun, yəni bu üzvlər, ATƏT-in üzvləri əsasən yəni erməni siyasəti yürüdür, onları dəstəkləyirlər. Ya dünya Azərbaycanı dolayıb və yaxud Azərbaycan hakimiyyəti milləti barmağına dolayıb. Yəni bu nə məsələdir? Çox gülünc bir məsələdir. Yəni elə bil ki, düşmənə biz deyirik ki, bizim məsələmizi həll elə, problemimiz var, həll elə. Elədir. Bu çox gülünc görsənir xaricdən buna baxanda. Çox təəssüflər olsun ki, bu Qarabağla bağlı aparılan bu diplomatik danışıqlar artıq Qarabağ probleminin həllinə yox, Qarabağ kartından istifadə etməyə yönəlilir. Hər kəs çalışır burada öz maraqları üçün bunu istifadə etsin, bu danışıqları. Həm sədrlər çalışırlar öz maraqları üçün bu danışıqları istifadə etsinlər. Həm də hakimiyyətlər bu danışıqlarda rəsmi hakimiyyətlər təmsil olunur. Bu danışıqlarda Azərbaycan cəmiyyəti təmsil olunmur. Yalnız bu ictimaiyyətdən də çox şeylər gizlədilir, açıq deyilmir. Bu 10 ildən artıqdır gedən bu proses onu göstərir ki, bu proses problemin həllinə yönəlmir. Bu proses yalnız öz maraqlarını, korporativ, qrup maraqlarını güdmək üçün, hansısa bir konkret özü üçün siyasi dividend qazanmaq üçün bundan istifadə olunur. Bu mənada artıq Azərbaycan cəmiyyətində çoxdandır heç bir inam qalmıyor bu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara. Ancaq yəqin ki, hakimiyyət hələlik maraqlıdır ki, belə bir görüntü yaratsın, belə bir oyunu davam etdirsin. Ancaq Azərbaycan cəmiyyətində bu artıq birmənalı olaraq bu mövqe çoxdan formalaşıb. Bilirsiniz, məşhur bir kəlam var, deyir ki, bir adamı bir neçə dəfə aldatmaq olar, ya da hamını bir dəfə aldatmaq olar. Ancaq hamını tez-tez aldatmaq mümkün deyil. Ona görə də bir cəmiyyət olaraq, bir xalq olaraq artıq biz bu ATƏT-in fəaliyyətinə də qiymət vermişik və bu oyunlarla artıq cəmiyyəti aldatmaq mümkün deyil. Ona görə də bu danışıqlar artıq çox mənasız bir şeyə çevrilib. Təsadüfi deyil ki, son aylarda artıq heç Minsk qrupu özü də bir addım atmır. Bir hansısa bir ciddi bir görüntü də yaratmağa onlar çalışmırlar. Ona görə ki, onlar da başa düşürlər ki, onların fəaliyyəti artıq ifşa olunub və cəmiyyət tərəfindən artıq onların fəaliyyətinə verilən qiyməti onlar çox gözəl başa düşürlər. Ona görə də mən hesab edirəm ki, biz gərək bu qabaqdan gələn ildə çox ciddi düşünək. Bu görüntü xarakterli danışıqların aparılmasının heç bir mənası yoxdur. Yəqin ki, bu məsələni biz BMT qarşısında qoymalıyıq. Ona görə ki, məhz BMT-nin mandatıyla bu ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. BMT-də isə çoxlu sayda ölkələr var ki, onlar Azərbaycanla həmrəy ola bilərlər. Elə bu BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsindən bağlı biz gördük ki, Azərbaycanın bu regionda vacib ölkə olduğunu nəzərə alaraq, Azərbaycanın zəngin neft və qaz yataqlarının olduğu və regional iqtisadi layihələrdə böyük rolu oynadığını nəzərə alaraq, BMT-də 150-dən çox ölkə Azərbaycanı dəstəklədi. Avropa Birliyi təklif elədiyi ölkəni dəstəkləmədi. Bu mənada artıq biz bu ATƏT-in Minsk qrupu çərçivəsindən kənara çıxmalıyıq. Orada ədalətli tapmaq artıq mümkün deyil. Aydındır. Sayın Eldar bəy, təşəkkür edirik sizə. Əgər başqa bir əlavə sözünüz varsa, buyurun, olmasa sizinlə sağ olacaq. Minnətdaram. Bir də bütün bizi qulaq asan dostlarımızın hamısını bu yeni il bayramı münasibəti ilə, Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə təbrik edirik. Təbrik edirəm və dünyanın hansı ölkəsində yaşadığından asılı olmayaraq biz həmişə yadımızda saxlamalıyıq ki, biz hamımız
bir millətin nümayəndəsiyik və Amerikada da, Avropada, Azərbaycanda, İranda, Türkiyədə, başqa yerlərdə yaşayan azərbaycanlılar gərək həmişə həmrəy olsunlar, gərək bizim ümummilli məsələlərdə biz bir yerdə fəaliyyət göstərək, bir mövqeyimizi ortalığa qoyaq. Bu, təbii ki, bu proses hələ təzə başlayıb. Azərbaycanın böyük bir diasporası, Dünya Azərbaycan təşkilatı hələ az müddət üçün qurulmağa başlayıb. Ancaq mən əminəm ki, sizin köməkliğinizlə, sizin televiziyanın köməkliyi ilə, müxtəlif o yığıncaqların, tədbirlərin, Avropada, Amerikada keçirilən tədbirlərin köməkliyi ilə biz bu şəbəkəni yarada biləcəyik və dünya azərbaycanlılar dünyada öz haqlarını qoruya biləcəklər, öz mövqeyini bütün dünya ictimaiyyətinə çatdıra biləcəklər. Hamınızı bir də bu bayram münasibətilə təbrik edirəm. Çox sağ olun Sayın Eldar bəy, biz də bir daha sizi təbrik edirik. Çox sağ olun. Mən Günas TV adına sizə təşəkkür edirəm. Çox sağ ol deyirəm. Çox sağ olun. Təşəkkürlər əzizən vətənlər. Azərbaycan Naminə İctimai Mərkəzin prezidenti, politoloq Sayın Eldar bəy Namazov Bakıdan telefon vasitəsilə verilişimizin qonağı idi və gördüyünüz kimi bir neçə sualla müraciət etdik və mən istərdim Sayın Eldar bəyin bu fikrini tamamlamaq üçün onunla bağlı olan yekun söz. Bizim hədəfimiz, məqsədimiz güclü demokratik Azərbaycan görmək. Əgər biz bu məsələləri gündəmə gətiririksə, bəzən hətta tənqidi yanaşılırsa, tənqid olunursa, təbii ki, bunların hamısı normaldır və bütün bu Azərbaycanın güclənməsinə xidmət edir. Bu günləri Azərbaycanın hər halda problemi var, müşkülü var, daxili məsələsi var, xarici siyasətində qüsurlar var, daxildəki iqtidar, müxalifət arasında problemlər var. Bütün bunların hamısı həll olmalıdır. Ümid edirik ki, 2012-ci ildə, bu il ki, yeni başlanıb, bu ildən etibarən bir sıra problemlər aradan qaldırılsın, ta ki, Azərbaycan güclənsin və dünyada müsbət bir ölkə kimi tanınsın. Əlbəttə, bugün Azərbaycanın bir sıra hakimiyyətdə olan sərriştəsiz, məmurları var təbii ki, rüşvətxor, korrupsiya ilə məşğul olan şəxslər var, insanlar var ki, bunlar özləri bir cür Azərbaycan dövlətçiliyinə, Azərbaycan imicinə zərbə vururlar. Bir sıra etnik qruplardan ibarət həssas postlarda, məqamlarda yer alıblar, onlar qarşı şənlik eləyirlər, onlar Azərbaycanın əleyhinə fəaliyyətlər aparırlar, Azərbaycanın imicini korlayırlar və Azərbaycanın bəzi problemləri də var ki, bu Azərbaycanın hakimiyyətinin iradəsindən kənardır. Təbii ki, məsələn, Putin kimi şəxslərin Azərbaycana qarşı yürütdüyü hegemon siyasət, bunlar da təbii ki, istisna deyil. Güclü dövlətdir, imkanları var, nüfuzları var Azərbaycanın xəfiyyə orqanlarında, mərkəzində, MTN-ində və s. Bir növ gücə təbii ki, bunlar malikdirlər və bunlar da ayrı cür təxribatla məşğuldular. Və Azərbaycanın digər təxrib edən, Azərbaycanın inkişafına maneçilik törədən ölkələrdən ən önəmlisi də təbii ki, İrandır. İran da orada təxribatla məşğuldur, Azərbaycana yeri gələndə təzyiqlər göstərir. Bütün bunların hamısı üst-üstə yığılır və Azərbaycanın siyasi ictimai imicini dünyada ziyan zərbə vurur. Təbii ki, Sayın Eldar bəyin dediyi kimi çox müsbət işləri də var. Azərbaycan o cür də İran kimi, ölkə kimi tanınmır və yaxud Suriyə ölkəsi kimi dünyada tanınmır. Azərbaycanın özünün müsbət bir imicləri də var. Gördüyü müsbət işlər də az deyil. Nümunəsini Eurovision'in bu illərə Azərbaycanda keçirilməsi və milyonlarla insanların gözünün Azərbaycana tikilməsi o gün və Azərbaycanın dünyaya tanıtdırılmasında, sivil bir ölkə olmasında təbii ki, önəmi və əhəmiyyəti var. Bununla bərabər iqtisadi inkişaf hər halda davam etməkdədir, amma onunla yanaşı, yoxsul şəxslər, insanlar və özəlliklə Eldar bəyin dediyi kimi məhkəmə sistemi əgər bu ölkədə, bu məmləkətdə məhkəmə sistemi düzələrsə, düz qurularsa, demək olar ki, demokrasiya doğru bir ciddi addımların atılması və yaxud Cumhurbaşqanının korrupsiya ilə bağlı imzaladığı fərman
öz qüvvəsində qalarsa, yəni bu davam edərsə, sadəcə sözdə yox, əməldə icra olunarsa, bu böyük bir addım olar Azərbaycanın yəni demokratik bir ölkəyə çevrilməsində. Azərbaycanın çox bir şəraitləri çoxdur. Yəni başqa ölkələrdən fərqli olaraq imkanları, şəraitləri çoxdur ki, Azərbaycan eləyə bilər özünü doğrultsun, özünü yəni sübut eləsin. Buna həm maddi imkanı var, həm mənəvi yəni potansiyeli var. Çünki Azərbaycan akademik bir səviyyədə yəni bir ölkədir. Onun daxilində hər cür insan demək olar ki, var, bilim sahibi, danışməndiləri var, ziyalıları yəni olduqca say hesabı ilə çox, nə bilim, musiqi sahəsində, sənət sahəsində, kənd təsərrüfatı sahəsində, texnologiya sahəsində, yəni inkişafa malik və meyilli bir ölkədir. Eləyə bilər Azərbaycan əgər düzgün üsul idarəsi ilə idarə olunsa, Azərbaycan çox güclü bir məmləkət olar, ölkə olar və bizim də istəyimiz bundan ibarətdir ki, Qafqazda özəlliklə Azərbaycanı bir nümunə ölkə kimi göstərsinlər. Yoxsa heç bir iqtisadiyyatı olmayan, cəmiyyət baxımından yəni az olan, kənd təsərrüfatına malik olmayan, o qədər yəni böyük bir yəni tarixə malik olmayan Gürcüstan kimi bir məmləkət, kasıb bir ölkə bu günləri Qafqazda liderdir. Yəni bu demokrasi baxımından, orada islahatlar baxımından. İndi bunu bəlkə də bu gün Azərbaycanın hakimiyyət dairələrində oturub təhlil edənlər bəlkə hesab edirlər ki, bu məsələdə Azərbaycandır, amma yox. Onlar icazə versinlər, Azərbaycana kənardan baxılsın. Azərbaycanın daxilində, içəridə oturub, mən öz daxilimdə, içimdə özüm üçün böyük bir dünyalar qura bilərəm. Hər bir şey, şəraitlər yarada bilərəm, sərmayələr, filanlar, nə bilim, dünya yaradaram özüm üçün. Yəni bu mənim baxır ki, məni kənardan necə görürlər? Mən yəni buna layiqəm ya yox. Yəni bu günləri Azərbaycan və hər hansı bir ölkə kənardan baxıb ona qiymət verirlər və kənardan çox yaxşı görünür. Adam öz-özünü yaxşı görə bilməz, amma kənardakılar çox yaxşı görər. Ona görə Azərbaycan kənardan o cür ki, oturublar orada prezident aparatında, nə bilim, orada nazirlər kabinetində, parlamentda özləri üçün bir dünya qurublar ki, daha yəni bizik, bizdən başqaları yoxdur falan yox, o cür görünmürlər. Dedim, cırtdan bir Gürcüstan bu günləri dünyada, yəni burada hər yerdə tanınır. Avropada, Amerikada, Azərbaycan bir çoxlarının başı gicəlir. Gürcüstan deyəndə o saat bəli tanıyırlar. Ermənistan da həmçinin o yox iqtisadiyyatı ilə, durumu ilə falan. Yəni biz bunların aradan qaldırmaq üçün, bunlara son qoymaq üçün və Azərbaycan adı gələndə qürur duymaq üçün bunları biz demək istəyirik. Yəni deyirik və ümid edirik ki, yəni hər halda təsirlər olsun, cəmiyyətimiz inkişaf eləsin. Bir cəmiyyəti də onu yetişdirən, o cəmiyyətə şəxsiyyət verən, o cəmiyyətə forma verən həman onun dövlətidir, onun hakimiyyətidir. Onlar eləyə bilər. Necə ki, biz Türkiyəni nümunə göstərə bilərik. Atatürk böyük bir Türkiyə qurdu, cəmiyyət qurdu və bu günlər onun vətəndaşları həm Türkiyə ilə fəxr edirlər, həm Türkiyədə onun vətəndaşları ilə fəxr edir. Fərq etməz. Yəni o Türkiyədə olsun, o cəmiyyət Türkiyədən kənarda olsun. Və mən dünənləri bir Michigan əyalətində bir toplantıda ki, biz gələcək günlərdə haqqında biz verilişimiz olacaq, videolar göstərəcəyik, haqqında söhbət edəcəyik, müsahibələr sizə təqdim edəcəyik. Orada yəni Türkiyə vətəndaşları da var idi. Türkiyə diasporası ilə bağlı məşğul olan şəxslər falan. Yəni o qədər enerji ilə, güclə məmləkətlərini burada təmsil edirlər. Yəni Türkiyəni fəxrlə, şərəflə, yəni Türkiyənin mənafeyini burada qoruyurlar, saxlayırlar. Gecə-gündüz fəaliyyət göstərirlər. Senatorlarla görüşürlər, nə bilim, parlamentə girirlər, cəmiyyətlə görüşürlər, görüş aparırlar. Yəni buna görə küllü miqdarda hətta paralar da xərc edirlər filan, ta ki, yəni bu Türkiyəni Türkiyə olaraq saxlasınlar. Bunların təbii ki, nə Türkiyə Cumhurbaşqanının bunlardan xəbəri var, yəni fərd olaraq mən deyirəm, və yaxud Türkiyənin hər hansı bir rəsmiləri. Bunlar könüllü vətəndaşlardır, yəni könüllünü vətən üçün qoyan vətəndaşlardır. Və ona görə də
əgər dövlət düzgün olanda, dövlət düzgün qurulanda, onun vətəndaşı da düzgün istiqamətdə fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu günləri biz Azərbaycan haqqında bu sözü əgər demiş olsaq, yalan danışarıq ki, Azərbaycanda hər şey qaydasındadır. Mən demirəm, yəni hər şey məhvidir, yox. Müsbət təbii ki, addımlar da var, müsbət işlər də görünür. Amma bu kifayət deyil. Yəni Azərbaycan hakimiyyəti bu istiqamətdə yəni paralarını, pullarını, enerjilərini qoymalıdır, xərc eləməlidir. Yoxsa kiminsə nə bilim monopoliya ilə hansısa nazirin oğlu gedir 1 milyon dolara orada ayı kəsdirir restoranda, ayı əti yeyir və yaxud yəni bu tipli hərəkətlərlə. Yəni bunlar bizim cəmiyyəti, bizim ölkənin, məmləkətini məhv eləyən bir addımlardır. Əlbəttə mən bunu misal dedim. Minlərlə bu cür misallar bir göstərə bilərik. Və yaxud bir nazir oğlu əgər güvənirsə, bilirsə, o başa düşürsə ki, mən nazir oğluyam, kimisə öldürsəm, qətlə yetirsəm, hətta polis belə rəisini qətlə yetirsəm, mən qurtaracam, mən zindana getməyəcəm, bununla məmləkət düzəlməz, bununla məmləkət qurmaq olmaz və təəssüflər olsun ki, təxminən 20% bu ölkədə, bu məmləkətin başında duran nazirlərdən tutmuş da aşağı səviyyə, yəni dövlət adamları ki, hakimiyyəti ələ alıblar və özləri yaşayırlar, özləri özlərini keçindirirlər, özləri özlərinə qulluq edirlər, özlərinin məhkəmələri var ayrıda, yəni cəmiyyətdən tamamilə fərqli və belə olanda onların evladları da təbii qudurğanlıq eləyir, nə imkanları var, əlinə nə gəlir eləyir. Nümunələri də hətta biz bəzi dövlət məmurlarının elə Günas TV-nin özünə biz bu məsələləri danışanda telefon açıb və təhdid dili ilə danışmalarını da görmüşük. Yəni bilirsiniz, əgər o həman şəxs, istər nazir oğlu olsun, istər hər hansı bir böyük bir vəzifədə olsun, yəni o adam əgər həqiqi vətəndaş olsa, o vətənini sevsə, o Azərbaycanı sevsə, o başa düşər, o bilər ki, yəni bütün bu söhbətlərin hamısı Azərbaycan üçündür və özü də qoşular, lazım gələndə özü də öz tənqidlərini edər. Yoxsa mən hakimiyyətdə qalım və nə istəyirəm edim və başqaları hakimiyyəti tənqid edənin dilini kəsim, ağzını tikim, yamaq vurum ki, təki mən qalım, buna artıq deyirlər diktator. Yəni bu, təbii ki, bu görürsünüz ki, son bu ilin ərzində də neçə dənə o cür hökumətlər çökdülər. Ona görə də Eldar bəy əgər deyirsə, mən nigaranam 2012-ci ildən və yaxud 2013-cü ildən, yəni bundan sonraki Azərbaycanın taleyi ilə, yəni bu şəxs, yəni bu vətənpərəstdir, vətənpərvər insandır, vətənini sevən şəxsidir. Onun çıxışından da bəllidir. Yəni hakimiyyətdə kim olur olsun, elə siz olun, amma bu cəmiyyəti düşünün, bu cəmiyyətə baxın, bu vətəni qoruyun və doğrudan da belə götürəndə 20 il əgər bir ATƏT-in Minsk qrupu adında ki, nə bilim, Fransa ki, əgər bu günləri Fransa dövləti özü sözdə erməni soyqırımı ilə bağlı qanun qəbul edir və hər kəs bunu inkar eləsə zindanisi var və nəqdi cəzaya məhkum edəcək. Bu necə eləyə bilər Azərbaycanla Ermənistan arasında vasitəçilik eləsin və bu problemi aradan qaldırsın? Çünki bu özü onun yanındadır. Yəni bu və yaxud Rusiyanın nümayəndəsi. Rusiya necə eləyə bilər ki, əgər özü işğal edib, ona silah verib, sursat verib, yardım edib, kömək eləyib, oradakı Xocalı faciəsində, soyqırımında iştirak edib. Bu necə ola bilər ki, bu Azərbaycanla Ermənistan arasındakı bu konflikti aradan qaldırsın? Yəni burada tək və yaxud Amerikası olsun. Yəni burada tək bir dənə qalır Azərbaycanın nümayəndəsi. Yəni belə görünür ki, təkcə bir Azərbaycan bu məsələnin həllini istəyir, qalanların hamısı Ermənistanın yanında. Yəni bu mənada əgər bunu Azərbaycan hakimiyyəti bu məsələni bu günə qədər belə uzadırsa, deməli burada ciddi bir problem var. 1 il olsaydı, 2 il olsaydı, 3 il olsaydı deyərdik proses gedir, bəlkə tanımayıblar, amma məsələ burasındadır ki, özləri də, bunun Cumhurbaşqanı özü də etiraf edib ki, artıq bu Minsk qrupu fəaliyyətini, öz legitimliyini itirib. Bunu açıq şəkildə bu elan edib. Amma belə bir şəraitdə hala bugün, yəni 2012-ci il, yəni bu söhbətlər davam edəcək. Biz ümid edirik ki, bu söhbətlər nəticə verəcək. Biz sülh yolu ilə, nə bilim, xoşməramlı niyyətlə, filanla biz bu məsələni həll edəcəyik. Yəni bu şüarları davam etdirmək artıq o məmləkəti, o ölkəni Libi şəraitinə, vəziyyətinə gətirə bilər. Misir vəziyyətinə gətirə bilər.
Tunes, Yemen və yaxud digər Sudan bir şəraitinə, vəziyyətinə gətirib çıxara bilər. Ona görə də təbii ki, bu 2013-cü il sanıram ki, Azərbaycan üçün də ciddi bir xəbərdarlıq ilidir. Azərbaycan ümid edirik ki, yəni biz bunları deməkdə təbii ki, bunları biz böyük nəsə bir kəşf etmirik. Bunları Azərbaycan özü də bilir, orada başında duranlar da bilir. İndi Azərbaycanın ziyalısının biri vaxtilə Sayın Eldar bəy Namazov özü ölkənin mərhum prezidenti, Cumhurbaşqanı Heydər Əliyevin şəxsi nümayəndəsi idi. Bütün məsələlər üzrə. Yəni, hara gedirdi, harada məsləhət var idi, Eldar bəyə göndərərdi. Yəni, bu bir zaman dövlətin, hakimiyyətin özündə olub. Bir ziyalının dilindən biz bunları eşidirik, narahatdır, narazıdır və təbii ki, bu da istəyir ki, Azərbaycanı bir güclü bir ölkə görsün və onunla bərabər bugün elə müxalifət dairəsi də onların çıxışlarından da bəllidir ki, bugün Azərbaycanda hakimiyyət davası getmir. Yəni, bunlar biz hakim olaq, hakimiyyətə, dünyanın əlbəttə bu normaldır, dünyanın bütün ölkələrində bu var. Hakimiyyətə gəlmək üçün biri-birini tənqid edər, pislər ki, yəni rəy alsın, səs alsın ki, hakimiyyətə gəlsin. Amma bugün biz müxalifətin də fikirlərindən belə başa düşürük ki, bunlar da əsasən deyirlər ki, əgər islahat eləyirsə, bu hakimiyyət qalsın, islahatını davam eləsin. Otursun, yerində qalsın, hakim olsun, cumhurbaşqanı olsun, nə bilim, nazirləri, vəzirləri, amma bu məmləkətin dadına yetişsin. Yəni, 20% torpaqlarımız işğal altındadır, bu həll olmalıdır. Cəmiyyətin əksər qismi, nə bilim, məhkəmə tərəfindən haqları kobudcasına pozulur, polis tərəfindən pozulur, nə bilim, dustaqlarda və s. söz azadlığı, fikir azadlığına görə zindana salınır və yəni bütün bunların hamısı aradan qaldırılsın. Cəmiyyətin iqtisadi rifahı, yəni bir qrup o monopoliya son qoyulsun. Əgər bu ölkədə, bu məmləkətdə, Azərbaycanda monopoliya aradan qaldırılarsa, götürülərsə, o məmləkət behişt olar. O məmləkət, sözdə deyərlər ki, filan yer deyirlər, məsələn, nümunə göstərəndə Kuveytidir. Kuveyt kimi bir yer olar, bütün cəmiyyəti, bütün vətəndaşı gözəl və rifah içində yaşayar, göz qırpımında da Avropa Birliyinə haman Azərbaycanı qəbul elərlər. Yalvarıb götürərlər ki, bəlkə də Türkiyədən də daha tez Avropa Birliyinə qəbul olur. Bütün bu potansiyellər, bu imkanlar da mövcuddur və buna görə nədən bu ölkə, bu məmləkət belə inkişaf etməsin? Ona görə ümid edirik ki, 2011-ci ildə Azərbaycanın bugünkü hakim dairəsi qrup üçün yox, şəxs üçün yox, bəlkə Azərbaycan üçün, Azərbaycan naminə bir sıra problemləri aradan qaldıracaq. Çünki yol çəkmək, nə bilim, sənaye düzəltmək, hərbi olsun, qeyri-hərbi olsun, idman zalları tikmək, bir sözlə, yəni abadlaşdırmaq, işləri aparmaq pis deyil, çox yaxşıdır. Amma bu təməl deyil. Yəni, bu, ondan öncə Azərbaycanın əsas təməlləri var. Məsələ, Amerikanın özündə çıxırsan, hər hansı bir əyalətə gedirsən, yol boyu, gedirsən bəzi şəhərlərə filan, heç belə hündür binaları da yoxdur. O qədər, məsələn, gözəl, təmtaraqlı, nə bilim, çölü, mərmər daşlı və yaxud parkının yerlərində mərmər daşlı yerlər də yoxdur. Amma sadə, təmiz, eyni zamanda tutalım, Chicago'da olan böyük şəhərdir. Bütün bu imkanlar onun balaca bir kəndində də var. Balaca bir, necə deyərlər, köyündə də o imkanlar var və iş sahəsində, hər bir sahədə. Yəni, bu mənada biz demək istəyirik ki, əsas o işlərdən, yəni bu günləri şəhərin meri Abtalibov, mən Bakını tanıyandan, ora gedəndən orada bulvarın üzərində iş gedir. Yəni, 20 ildə bir bulvarda iş apararlar. Yəni, siz təsəvvür edin ki, hər 2 ildə, 3 ildə bir sökürlər, deyir, bu məsələm köhnəldi, başqa cür təzədən gətirirlər. Elə mərmər daşlar düzüblər o bulvara, adam ayağını qoymaq istəmir ki, deyir, hayıfdır. Yəni, bu haradasa çirklənər. Nəyə lazım? Yəni, bundan bu paralar, milyonlar pullar, dolarlar ora sərf olunur ki, hər dəfədə, yəni 2 ildən sonra həman o pullar ki var, 2 ildən sonra sökürlər.
onu bir başqa formada eləyirlər. Amma biraz məsələn addımı başqa bir yerə qoyursan, palçıq içindən yəni ayaqqabın ilişir, palçıqda qalır. Toz, torpaq, nə bilim, qırğın, qiyamət, bəzi yerlərdə var, yəni tökülüb, dağılıb. Yəni ona görə əgər o bulvar əvəzinə elə bulvarı bir dəfə tik qoy qalsın, daşdır. Yəni bu daş min illərlə gedər. Əgər ora bir dənə daşlar və yaxud beton tökürsənsə, kifayət elər. Amma o ayrı bir yerlərə, ayrı bunun kəndləri var, rayonları var, suyu olmayan kəndlər var, nə bilim, yolu olmayan kəndlər var, filanlar var. Yəni bu istiqamətdə daha çox işlər aparmaq, milləti razı salmaq və s. Təəssüflər olsun ki, Azərbaycandakı bugünkü, yəni bu siyasət ki, yanlış bir siyasət, sadəcə hər bir şey Bakı üçün, hər nə varsa Bakı üçün və ona görə də bugün Qarabağ qaçqınları gəlib Bakıda məskunlaşır, oranı görür, o rifahı görür, o gözəlliyi görür və s. Heç Qarabağzat filan da yadından çıxıb. Və yalvarsalar da, əlindən yapışıb sürüsələr də o ayağın verə girər və Qarabağda gedib yaşamaq istəməz, yəni o cür köylərdə. O baxımdan dövlət ciddi bir siyasət təbii ki, yürütməlidir bu məsələ ilə bağlı ki, Azərbaycan köklü olaraq, kökən olaraq Azərbaycan düzəlsin. Yəni bu olmasa, təbii ki, Azərbaycan üçün çox çətin, yəni qarşıda ağır günlər olacaq ki, biz təbii ki, bunu istəmirik, çünki kiçik bir dövlət, yeni, yəni təməl qoyulmuş bir dövlət. Ona görə bu əvəzin ki, güclənə, daha da güclü ola, istəməzdik ki, orada hər hansı bir, özəlliklə də ki, İran bilirsiniz, sabitliyi pozmaq üçün əlindən gələni elir. Bu günlərdə fəaliyyətləri davam etdirir. Para ilə, pulla, nə bilim, bir hecab adı altında, aşura adı altında və yaxud ayrı-ayrı fitvalar adı altında məmləkətdə, ölkədə rifahı və asayişi, stabilliyi pozmağa cəhd göstərir ki, ümid edirik, yəni bunların da qarşısı alınacaq. Əzəm vətənlər, biz istədik ki, 2012-ci ilin ilk başlanğıcında Azərbaycanla bağlı ki, biz keçən həftə Güney Azərbaycan və dünyada baş vermiş olaylarla bağlı Sayın Maşallah bəylə yəni ilin yekunu proqramını biz efirə verdik. Maraqlı söhbətlər oldu və bu illərdə qısa formada istədik ki, Azərbaycandakı, yəni keçən il 2011-ci ildə baş vermiş yaxşı və xoşa gəlməz yəni işləri ilə bağlı bir daha xatırladaq ki, 2012-ci il üçün yəni örnək olsun. Ona görə də verilişimizin bu qisməti burada sona çatır. Qısa bir ara alırıq. Aradan sonra biz cari məsələlərlə bağlı bir sıra bilgilər sizə təqdim edəcəyik və sadəcə qısa aradan sonra. Buyurun. 2010-cu ilin 12-13 iyununda təsis qurultayı keçirilən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi növbəti qurultayına hazırlaşır. Cəbhənin Təşkilat Komitəsindən verilən məlumata görə, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin nizamnaməsinə uyğun olaraq ikinci qurultay 2012-ci ilin yanvar ayının 6-sı, 7-si, 8-də Almaniyanın Köln şəhərində yerləşən Youth Hostel gənclər evində baş tutacaq. Azərbaycan sən mənim Azərbaycan sən mənim ülviyyətim, şan şöhrətim, adım mənim öz adımdır, sənsiz mənim nə qiymətim. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin növbəti qurultayını təşkil edən Təşkilat Komitəsi bütün dünyada olan Azərbaycan türklərini fərdi və ya təşkilat olaraq bu qurultaya dəvət edir. Qurultayda iştirakınızdan məmnun olarıq. Hörmətlə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin ikinci qurultayının Təşkilat Komitəsi.